Salam dəyərli izləyicilər, biraz öncə sizə bir xəbər təqdim elədim. Məsud Pezeşkiyan hücumlara görə qonşu dövlətlərdən üzr istəyib. Amma burada belə bir anormallıq var. Deməli, çox maraqlıdır ki, İran hücumu Azərbaycana Türkiyə eləyir, amma hesabatı, izahatı Rusiyaya verir, Putinə verir və İran prezidenti Pezeşkiyan Rusiyalı həmkarı Putinlə telefon danışığı zamanı Azərbaycana qarşı həyata keçirilən dron hücumu məsələsinə də toxunub. Və maraqlıdır ki, Pezeşkiyan hadisə ilə bağlı Prezident İlham Əliyevə zəng edib üzr istəmək və ya məsələni araşdırmaq əvəzinə baş verənləri inkar etməyi seçib və hadisəni şayə kimi əvvəlcə təqdim edib. Və Musavat.com-un məlumatına görə Pezeşkiyanın ofisinə istinadən Rusiya mətbuatı belə bir məlumat yayıb. İran prezidentinin sözlərinə görə rəsmi İran qonşu dövlətlərə hücum etməyə planlaşdırmayıb və belə bir niyyəti olmayıb. Biz yalnız ərazi bütövlüyümüzü müdafiə etməyə çalışırıq. Lakin fakt ondan ibarətdir ki, son günlər Naxçıvan istiqamətində baş verən dron hücumu regionda ciddi narahatlıq yaradıb. Düzdür, bu ümumi üzrxahlıq edilib, konkret olaraq Azərbaycandan yox, amma maraqlıdır ki, İran, bir daha qeyd edirəm, hücumu qonşu dövlətlərə eləyir və həmin hücumun izahatını başqa bir region dövlətinə verir, Rusiyaya. Sizcə niyə? Çox maraqlıdır.